Salam aleykum. Burada qoyduğumuz cürbəcür mallar qədimi mallardır. İndi baxdığınız mal sexin mallarıdır. Altı birindən, böyük birindən. İndi bu gələn Madonna Gederindir. Çayna servizdir. Maden Geder. Bu meyvə qabı Xrustal Tom firmasıdır. Çexin Tom firması. Bu görkəmli zadı da adama gəl deyir. Bu da meyvə qabıdır. Tomun meyvə qabısı. Bu da Tomun Xrustalıdır. İndiki çıxan o alabəzək şüşə kimi olanlardan deyil. Bu da Madonna'dır. Fortuna firması. Bu Gederin o vaxtlar ən tutarlı Madonnalarındandır. Ən demək olar gözəllərindən biridir. Ən gözəli də elə demək olar. Çünki rəngi, qırmızı rəngi, sarımtı gəlir. Amma bir də var ki, belə bayaq çox sadə növləri də var. Bu sadələrdən deyil. Burada gördüyünüz nə var? Olardı. 12-12'dir. Bəzi şeylər var. Bunu necə istəsəz o cürdə biz sata bilərik. Bu da çaynadır. Çaynın da gördüyünüz qalanlardır. Bunlar heç biri işlənmiş deyil. Amma servantda çıxardıb arada bunu silib zadələyəndə bəzi şeylərini salıb sındırıblar. Amma özləri hamısı təzədir. Rəngi ruhundan görsənir ki, bunlar işlənmiş mallar deyil. Bu da Tomun iki meyvə qabısıdır ya konfet qabısıdır. Özüm də dəqiq bilmədim. Nəysə, iki dənəsi Xrustalıdır. Çexin Tom firması. Bu Meduza Xrustal qədimi Çexoslovakiyadan qalmadır, gül qabıdır. Bu Çexoslovakiyanın Meduzasıdır. Bu da həmçinin bunlar. Bunlar əsl rəngli Xrustal deyilir, Meduza. Bu indikilərdən deyil. Bu Çexoslovakiyadır. İndi də buraxırlar, amma bunlar kimi keyfiyyətli deyil. Onlar uşaq kimi bir şeydir. Bunlar isə qədimi Çexoslovakiyanındır. Onlar heç yaxınlaşa bilməz indikilər. Bu da həmçinin Çexoslovakiyanın Meduzalarıdır. Nə görürsünüzsə Çexoslovakiyadır. Artıq söz deməyə ehtiyac bilmədiyim üçün heç çox danışmağı da istəmirəm. Çünki malı çox təriflədim, gözdən də düşə bilər. Bu da Çexoslovakiyanın konfet qablarıdır. Bundan bəlkə Bakıda indi 5-6 evdə varsa da bəlkə var. Amma çox deyil. Bu vaxtda da az olub. Bu da Çexoslovakiyanın malıdır. Bunu tərif eləməyə ehtiyac duymadığım üçün tərif də etmirəm. Bu da Gederinin çayını servizidir. Bu Abedinli servizidir. Hər şeydə var. Bu da Gederin çayınıdır. Həm də Abedinlisi var. Hamısı da təzədirlər. Bu da fildir. Dəvədir. Yəni gördüyünüz mallardır. Bunlar Rusun figurlarıdır. O bayaq keçdiyi iki klon. Bu da şəkil çəkən oğlan. Toğuqları yedizdirən qızdır. Hamısı da əla vəziyyətdə. Hələ bir fabrikdən indi çıxıb. Povir və onun pişiyi. Pişiyi də ki, acgözlüyünü təsvir edir. Bu mallar əgər birdən bəyənib xoşunuza gələn bir mal olsa, bunları Sabunçu bazarından gəlib ala bilərsiniz və mənə yaxınlaşa bilərsiniz. Orada Sabunçu bazarının idarəsi var. Onun düz pələkanın ağzında mən mallar satıram. Orada bunların hamısını mən yığmamışam. Bəzi mallar var, amma orada soruşsuz ki, filan mal, mən onları çıxarda bilərəm. Çünki orada bəzi malları mən yığmamışam. Bu mallar
Əgər birdən bəyənib xoşunuza gələn bir mal olsa, bunları Sabunçu bazarından gəlib ala bilərsiniz və mənə yaxınlaşa bilərsiniz. Orada Sabunçu bazarının idarəsi var. Onun düz pələkanın ağzında mən mallar satıram. Orada bunların hamısını mən yığmamışam. Bəzi mallar var, amma orada soruşsanız ki, filan mal, mən onları çıxarda bilərəm. Çünki orada bəzi malları mən yığmamışam.